Bura Göyçay Hüngütlü kəndidir. 10 minlik yüksək gərginlikli xətt keçir. Onun da altı ilə 4 fazalı işıq xətti. Rus ağacı deyilən ağaçlar var burada. Qalxıb 10 minlik xəttə çatır. O 4 fazalı xətti isə ağacın içərisindədir. Yağış yağında qorxumuzdan yola mal, heyvan çıxarda bilmirik ki, ağzı vuran kimi tok öldürəcək. Bax, bu bizim işıq xəttlərimizdir. İşıq idarəsi qətiyyən baxmır, maraqlanmır. Buyurun baxın, 10 minlik xətt. Bu da 6 ilə gedən 4 faza tok. Bu da bizim transformatorumuz. Transformator kolun içərisində, bütün kol artıq transformatora dırmaşır. Buyurun baxın, transformatorun baxın. Görün transformator nə haldadır. Burada mal, heyvan saxlamaq olar ya yox. Baxın. Baxın, ağac 10 minlik xəttə çatır. Artıq yarım metrə 40 sm qalıb birləşməyə. Bu da bizim Hüngütlü kəndi. Ümumiyyətlə Göyçay rayonunda işıq xəttləri bu vəziyyətdədir. Bir dənə ağacı kəsməyə ekologiya qoymur. Əlimizi vuran kimi gəlirlər ki, cərimə. 5000 manat, 4000 manat cərimə olunmalısınız. Tuturlar, aparırlar şöbəyə, şöbədə də dərimizi soyurlar. Ona görə də əlimizi vura bilmirik. Özləri də baxmırlar. Buyurun, baxın görün bizim transformatorumuz harada yerləşir. Buyurun, baxın. Transformator görün, görsənir burada. 10 minlik xətt görün haradan gəlib transformatora birləşir. Buyurun, baxın. Xahiş edirik, bizə bir köməklik eləyin. Bu bizim işıq xəttimiz. Yerə dəyməyə az bir şey qalır. Traktor üstündə ot apara bilmir. Hündür maşınlar keçəndə toka dəyər. Buyurun, baxın. Baxın.